Sən onu öldürəcəksən. Ver onun payını. Vur. Keşikçilər gəldi. Dağılışın. Hər öz yerinə. Özün üçün bir yer tap. Bura müvəqqəti yerdir. Hər kəs bir müddət burada oturaq olur. Sonra da bir gün yükünü yığıb sovuşur. Ahmet ne demişim? Köpeğini koymayın. Çək əlini. Cəhənnəm olun. Köpeğini yedi. Ahmet ne demişim ben? Öldürəcəm səni. Karışma, işin olmasın. Köpeğini koymayın beni burada. Axı niyə bir əncam çəkmirsiniz? Ehtiyac yoxdur. İndi qutaracaq. Qutaracaq? Ahmet niye Qutaracağı məlumdur. Yazığın ya ölümü, ya da yaralanması ilə. Ahmet ne demişim? Məsləhət görürəm ki, boş yerə əsəbləşməyəsən. Əvvəl-axır hələ bir cür ölməlidir, hə? Öldürəcəm. Niye vurursan beni? Ahmet ne demişim? Ne demişim ben niye vurursan? Qoca köpək. Bəsdirin, bu davanı qutarın. Bundan artıq onu incitməyin. Öldürəcəm. İşin olmasın oğlum. Yoksa o vəhşi seni de döyer. Qulaq assan yaxşıdır. Böyüklərin işinə qarışma. Bəsdirin. Onun sizin zərbələrinizə dözümü yoxdur. Mənim zərbələrimə heç kim dözə bilməz. Bəsdir oğlum. Özünü fikirləş. Axı bunlar insandılar. Bu mənzərəyə necə laqeyd qalmaq olar? Bəsdirin. Axırıncı dəfə xəbərdarlıq eləyirəm. Bu davanı qutarın. Nə dedin? Dedim ki, bu davanı qutarın. At nallananda ağcaqanad da özünü yetirib ayağını qaldırdı. Sakit ol. Sakit qal. Bırax məni. Sakitləş. Bırax məni. Sakit. Bırax dedim. Sakitləşəndə buraxacam. Bırax. Bu şərtlə ki, daha dalaşmayacaqsan. Bırax məni. Sakit ol. Bırax məni dedim. Mən səndən dalaşmaq istəmirəm. Amma mən istəyirəm. Nahaq yerə. Əgər hünərin varsa başla. Bəsdir, əgər sakitləşdinsə bitirək. Sənə deməmişdim məhbuslarla dalaşmayasan, hə? Çatar-çatmaz başlamısan? Mən dava dalaşı saxlamaq istəyirdim. Əsla dalaşmadım. Cənab Keydan, bu cavan olmasaydı,
Nimfi kaptan beni artık öldürmüştü. Ve siz burada neyinirdiniz? Məhbuslar biri-birini didib parçalayırlar. Siz de tamaşa edirsiniz. Bundan sonra her kim zindanda nizam intizam pozup dava salsa ona 100 şallar vurulacak. Davanı başladığı için Nimfir kaptana 100 arsife ise 50 zərbə vurun. Bu zərbələrə necə dözür? O kifayət qədər güclüdür. Nimfer kaptanı necə möhkəm saxladığını görmürdün. Amma bu insafdan deyil. O cəzalanmamalı idi. Bəsdir. 50 zərbə oldu. Onu açın. Bilmirəm sənə necə təşəkkür edeyim. Sən öz canını mənə görə bəlaya saldın. Sən olmasaydın, o məni öldürəcəkdi. Biz insan olduğumuz üçün hamımız bir-birimizə kömək eləməliyik. Sizi müdafiə eləmək mənim borcum idi. Kifayətdir. Onu tək nəfərli zindana salın. Adın nədir? Nə işin sahibisən? Burada neynirsən? Niyə məhbəsə salınmısan? Misir cəmaatı məni Yüzarsif çağırırdı. Bugünə qədər cənab Putifarın müşaviri idim. Həbs olunmağımın səbəbi isə sahibimin əmrinə itaət eləmədiyimə görədir. Bəs digər suallar nə idi? Sən bu yaşda Misirin əzizi cənab Putifarın müşaviri idin? Nimfir kaptan həmişə özünü hamıdan üstün göstərmək üçün məhbusları döyür, əzab verir, gücünü göstərir. Keydamun onu dəfələrlə cəzalandırıb, o isə dalaşmağından əl çəkmir. Bugün birinci dəfədir ki, səndən yaxşı susturucu cavab aldı. Mən onu tanıyıram. Putifarın sarayının keşikçilərindən idi. Elə bilirdim ki,
zindan onu islah eləyəcək. Lakin o qalib gəlmiş bir qəhrəman kimi zindana gedirdi. Əgər peşmançılığını bildirməsə necə olsun? Tələsməyin xanım. Bu barədə qərar çıxarmaq hələ tezdir. Yəqin ki, bir neçə gün sonra azadlığın və başqa naz-nemətlərin qədrini bilər. Məhbəsə yollananda əl-qolu bağlı əsirə yox, sanki köləlikdən azad olana bənziyirdi. Ümidvaram fəndimiz baş tutacaq. Yoxsa özündən küs. Ey mehriban Allahım, Yusif əzab-əziyyətə düçar olub, ona özün kömək ol. Mən öz azadlığımı əldən verdim ki, səni itirməyim Allahım. İlahi, zindanın çətinliyini, işgəncələrini mənim üçün asan elə. Mənim üçün səbr, təmkin, qüvvət inayət elə. Pərverdigara, Putifar və Züleyxa mənim üçün çox zəhmət çəkiblər. Mən onların təqsirindən keçdim, sən də keç. Züleyxanı onun özü üçün qurduğu qaranlıq zindanlardan xilas elə. Onu özünə tərəf hidayət elə. Sən əvvəllər Putifarın sarayının keşikçisi olmusan? Sən oradan bilirsən? Bu cavan səni tanıyır. Mən səni tanıyıram. Niyə özünü islah eləmirsən? Niyə pisliyi və günahdan əl çəkmirsən? Uşaqlıqda sənin oğurluq elədiyinin, indi isə zorakılığının şahidiyəm. Sən kimsən? Məni hardan tanıyırsan? Mən sənin zindana düşməyinə səbəb olan həmin uşağam. Putifarın sarayı, sarayın xəzinəsi yadındadır? Səni heç vaxt yaddan çıxarmamışam. Səndən intiqam alacağıma söz vermişdim. Alacam da. Bundan sonra özünü gözlə. Mənim səndən qorxum yoxdur. Ondan qorxuram ki, səhvlərinə davam eləyib özünü həlak eləyəsən. Nə macəradır? Heç nə. Mənim və Ninfer kəftanın arasında keçmişdə baş verən məsələdir. Bəs onlar kimdir? Günahları nədir? Niyə onları tənha yerlərə salıblar? Bilmirəm. Dünən gətiriblər. Yəqin günahları ağırdı. Axı onların üzlərindən yamanlıq hiss olunmur. Bir-birlərlə hey dalaşırlar. Bilmirəm niyə.
Arvad uşaqlarım necə olacaq? Başı boş. Sənin başına hər nə gəlsə azdır. Əgər qorxaqlığın, fərsizliyin olmasaydı, indi Amonhotep ölmüşdü. Biz də hərəmiz bir mənsəbdə əyləşib, var dövlət sahibi olmuşduq. Görəsən indi başımıza nə gələcək? Mənim elə də çox qorxum yoxdur. Biz Amonhotepi öldürə bilməmişiksə, başqası öldürəcək. Xilas olacaq, arxayla. Onda səni buradan xilas eləyəcək adamların var. Yaxşı, de görüm onlar kimdir? Nə qədər tez onların adını desən, bir o qədər tez buradan xilas olarıq. Sən nə qədər də sadəlövsən. Axmaq! Biz o vaxtacan yaşayacaq ki, deməyə sözümüz olsun. Elə ki, hər şeyi dedik, işimiz bitdi. Amma mən əminəm ki, bir gün buradan çıxacağam. Onu da bil ki, xain və rəzil olduğun üçün heç vaxt xilas olmayacaqsan. Çünki mən buna imkan verməyəcəm. Məncə sən sadəlövsən. Səni aldadıblar. İndi çətinliyə düşdüyün vaxtda səni heç yada salan da yoxdur. Bəsdir Binarus, bəsdir. Mən onlara inanıram. Onlara inanıram. Narahat olma. Bizə kömək eləyəcəklər. İnanıram ki, kömək eləyəcəklər. Cənab, təəssüflər olsun ki, nə Amonhotepə, nə də onun ailəsinə heç bir şey olmayıb. Cənab, Apupisdən də xəbər yoxdur. Dəqiq bilirsən, Apupis yoxa çıxıb? Bəli, cənab. Elə bil bir damla su olub yerə batıb. Gərək hər yeri axtarasız. Əvvəlcə sarayın daxilindəki zindanları. Əgər onu tutublarsa, nə olursa olsun danışmamalıdır. Onu harda görsəz, harda tapsaz, həmişəlik olaraq susturun. Yoxsa əgər Amonhotep bilsə ki, biz onun canını almaq istəmişik, başımıza nə gətirəcəyini, nə eləyəcəyini çox yaxşı bilirsiniz. Əgər indiyədək əleyhimizə qalxmayıblarsa, bu yalnız o deməkdir ki, hələ macaramızdan xəbərləri yoxdur. Və yaxud Apupis həbs olunmuşsa da hələ bir söz deməyib. Narahat olmayın, cənab. Yerin altına da girsə, göyə də çıxsa, onu tapıb gətirəcəm. Sizə söz verirəm. Nimisa bu? Bəli, bəli. Bəli, cənab Rudamun. O nədir? Biraz yemək, biraz da başqa şeylər. Yuzarsif üçündür. Bunu da mənim tərəfimdən Keydamına ver və salamımı çatdır. Ona de ki, Yuzarsifə hörmətlə yanaşsın. Zindanın işlərini sahmana salmaqda ondan yararlansın. Cavanlığına baxmayaraq o hikmət, hünər və bacarıq sahibidir. Mütləq, cənab Rudamun, mütləq.
İçəri keç. Rodamına salam de və ona təşəkkür eləm. Kisənin içindəki nədir? Biraz yemək. Yüzarsif üçündür. Bura zindandır. Nə Putifarın sarayı, nə də istirahət yeri deyil. Amma Rudamın göndərdiyi üçün eybi yoxdur. Yüzarsifi gətirin. Yüzarsif. Cənab Keydamın səni öz yanına çağırır. Yüzarsif. Biz biraz danışa bilərik. Çox az. Sakit ol Nimisabu. Sakit ol. Bura bax. Sən mənim zindandan xilas olmağım xatirinə ağlayırsan? Yox. Zindana düşdüyünə görə ağlayıram. Səhvin var. Mənim üçün bura yox, Putifarın sarayı zindan idi. Bura düşməyim məni zindandan xilas eləyib azadlığa çıxartdı. Bunları sizin üçün gətirmişəm. Lap yaxşı oldu. Gətirdiklərin məhbusları sevindirər. Axı, mən bunları məhbuslar üçün yox, sizə gətirmişəm. Amma yox, onlara verməsəz, əlbəttə yaxşı düşməz. Heç olmasa hamısını onlara verməyib, özünüz də biraz yiyin. Yaxşı. Mən elə bilirdim ki, Putifarın sarayında səni çox istəyən təkcə Züleyxa xanımdır. Amma deyəsən Yüzarsifi çox istəmək bu sarayın bütün əhalisinin işidir. Təşəkkür eləyirəm. Züleyxa xanımın məcarasına cənab Keydamına sən demisən? Yox, yox. Cənab Rudamın mənə yazıb. O səni hikmətli, bacarıqlı bir kişi kimi tanıyır. Ümid eləyir ki, vücudunla zindanın vəziyyəti səliqə-səhmana düşəcək. Cənab Rudamın lütf edib. Əlbəttə, icazə versəz bir sıra işlər görmək olar. Bu yeməyi məhbusların arasında bölün. Sakit, tələsməyin.
Tələsməyin. Hamıya çatar, tələsməyin. Al. Bu da sənin. Tələsməyin. Al. Al. Bax, bunu da ona ver. Tələsməyin. Düzdür, az da olsa, kin-küdrətin aradan getməsi üçün başlanğıc ola bilər. Kini unutmaq, heç kim mənim kimi sənə nifrət eləyə bilməz. Kin-küdrətin getməsinə qisasdan sonra baxarıq. Eybi yoxdur. Amma bil ki, nifrət və ədavətdən heç kim xeyir tapmayıb. Sən də tapmayacaqsan. Kin və ədavətin acısı zindan küncündə qalmağın çətinliyini 10 qat artırar. Mənim bu neçə illəri zindanda qalmağıma səbəbkar sənsən. Bunun heyfini səndən çıxacağam. Əgər oğurluq eləməsəydin, zindana da düşməzdin. Yaxşısı budur, özünü islah eləyəsən. Mənə də. Narahat olmuyor. Niyə özünü irəli soxursan? Hamınıza Gözlə. çatırsa. Axı mənə çatmadı. Çatar, narahat olma. Al, götür. Başa düşmürəm, burada necə yaşayırsınız? Niyə buranın təmizliyi və rahatlığı üçün çalışmırsınız? Əgər çox təmiz olsa, xoşumuza gələr. Onda buranı heç kim tərk eləməz. Sakit olun. Yüzarsif, bura zindandır. Nə biz qonağıq, nə də bura qonaq evi. Əslində biz elə hamımız hər yerdə qonağıq. Təkcə zindan yox, elə dünya da belədir. Bu dünyada bir müddət qalır, sonrasa gedirik. Bizim burada müvəqqəti saxlanmağımız, yaxud həbs olunmağımız bu cür üfunətə, pintiliyə dözməyimiz üçün bəhanə olmamalıdır.
Rudamın, bağışlayın, cənab Rudamın, o məni gördü. Mən də onu gördüm. Yüzərsifə deyirəm. Onun vəziyyəti necə idi? Yaxşı, lap yaxşı idi. Bu neçə gündə zindanın rəisinin diqqətini özünə cəlb eləyib. Məktubunuzu da Keydamına verdim. Sonra? O Yüzərsifi yanına çağırdı. Yüzərsif məni bağrına bastı və ürəkdən əzizlədi. Həbs olunmağından narahat deyildi. Narahat? Yox, qətiyyən. Əksinə çox şad idi. Deyirdi Zavira zindanı Züleyxa xanımın zindanından üstündür. Deyəsən Karyananın mənimlə işi var. Xeyr. Yüzarsif barədə sualım var idi. Artıq cavabını aldım. Pis oldu? Çox da yox. Narahat olma. Elə indi gedib Züleyxa xanıma xəbər verəcək. Züleyxa xanımın gözlərini təsəvvür eləyirəm. Zavira zindanı Züleyxa xanımın zindanından yaxşıdır. Zavira zindanını sənin üçün elə cəhənnəmə döndərim ki, gündə 100 dəfə Züleyxanın evinin həsrətini çəkəsən. Bura üçün burnunun ucu göynəyəcək. Sənə göstərəcəm. Görərsən. Yaz. Mənim evimin şəraiti Zavira zindanından pisdir? Mənim evimin? Yox, ayaxmaq. Onu yazma. Bağışlayın mənim xanımım. Dediyimi yaz. Yüzarsifi zindana göndərdim ki, peşman olub mənə itaət eləsin. Ağasına itaət eləməyən qul elə əzab, əziyyət çəkməlidir ki, həmişəlik özbaşınalıq və itaət eləməməyi başından çıxarsın. Yüzarsif o vaxt həbs və işgəncədən azad olacaq ki, mənə itaət etmək qərarına gəlsin. Bütün bunları ona çatdırın. Siz gedin. Züleyxa xanıma deyin ki, əmrinə itaət olunacaq. Yüzarsif. Özündən asılıdır. Buradan xilas ola bilərsən. Kifayət edər Züleyxa xanıma yazım ki, Yüzarsif itaət eləməyə hazırdır. Mən bu əsarəti dediyiniz azadlıq və rahatlıqdan çox istəyirəm. Zindanın Züleyxa xanıma itaət eləmək üçün işgəncə yeri və yaxud onun torundan amanda qalmaq yeri olmağı məhz sizin özünüzdən asılıdır. Məcbur olmayınca Züleyxa xanımın əmrini yerinə yetirməyəcəm. Cənab Keydamun, sizdən bir xahiş eləyə bilərəm. De görüm. Zindanı məhbusların köməyi ilə bir yerdə təmir eləyib təmizləyə bilərik. Amma libasların təmizlənməsi, dəyişilməsi bizim imkanlarımızdan xaricdir. Bizə kömək eləyə bilərsiniz.
çalışaram. Apopisi, cənab hökmdarın süfrə bəzəyənini bu yaxınlarda burada görməmisən? Salam olsun sənə, əziz Apopisi, hökmdarın xüsusi süfrə bəzəyənini buralarda görməmisən? Onu bir neçə gün əvvəl bir gecə burada saxlayandan sonra apardılar. Apardılar? Hara? Axı o, neynəmişdi ki, onu bura gətirmişdilər? Bilmirəm. Cənab Putifarın əmri ilə gecə onları bura gətirdilər, elə onun əmri ilə də həmin günün səhəri apardılar. Apardılar? Neçə nəfər idilər ki? 2 nəfər. Apopis və Binarus. Sənin onlarla nə işin var? Heç, əmanətim var idi. İstəyirdim ona tapşırım. Yaxşı, evlərinə gedərəm, bəlkə tapa bildim. Tanrılar sizi qorusun, tanrılar qorusun. Sağ olun. Tanrıların lənəti olsun onlara, lənəti. 2 aya yaxındır ki, onlardan bir xəbər yoxdur. İşləri düşməsə, adamı tanımırlar. Demirlər ki, axı biz bir axmaqla qərarlaşmışdıq. O öz həyatını, arvad uşağını bizə görə bəlaya saldı. Görəsən indi hardadır? Başına nə bəla gəlib? Onların vecinə deyil. Niyə səni bu işə təhrik edənləri tanıtdırmırsan? O rəzil alacaqlar, öz sözlərinin üstündə durmayıblar. Sən niyə durasan ki? İndi ki sən əzab çəkirsən, niyə onlar rahat olsunlar? Niyə? Al payını, al! Bəstirin! Axı sizə nə olub belə? Zindanda vəziyyətiniz onsuz da pisdir. Onu biraz da ağırlaşdırmayın. Biz dikaqmaq istəyirdik ki, cənab Amunhotepi zəhərləyib öldürək. Onun özünün də tanrı olduğu üçün belə sanlıqla ölə bilməyəcəyindən xəbərsiz halda. İndi 2 aydır ki buradayıq. Bir nəfər də olsun bizdən maraqlanmayıb. Amma bu axmaq hələ də öz həmkarlarına güvənir. Onlarla darını çəkmək istəmir ki. Bundan da biz bu zindandan xilas olaq. Axmaq sən özünsən, mən yox. Bu, hələ də bilmir. Başa düşmür ki, Putifar və Amunhotep bizi o qədər sağ qoyacaqlar ki, deməyə sözümüz olsun. Yoxsa ki, Cənab Əmir Amunhotepin canına qəsd edənləri diri saxlamağın başqa səbəbi yoxdur. Onsuz da öldürüləcəyini bilirsən. Bəs nəyə görə bu adamların adını açıqlamırsan ki, onlar da öz cəzalarına çatsınlar? Mənim hələ də ümidim var, hələ də ümidim var. Xilas olmağa ümidim olmasa belə, yenə də adlarını deməyəcəm. Əgər onlardan birinin adını desəm, ailəm, qohum-əqrabam, hamısı məhv olacaq. Mənim zənnimcə, bu hiylə Amunun məbədinin tərəfindəndir. Apopisin narahatçılığı əbəs yerə deyil. Onlar rəhimsiz və daş qəlbli insanlardır. Mənim zənnim doğrudurmu? Yox. Mən dedim ki, deməyəcəm. Demədim? Sənin imtina eləməyin düzdür. Öz canını xilas eləyə bilməsən də, heç olmasa arvadın və övladlarının canını xilas eləyərsən. Onda belə çıxır ki, biz tanrılara pənah aparmalıyıq. Yalnız onlar bizə kömək eləyə bilərlər. Əgər tanrıların kömək eləməyə gücləri olsaydı, birinci öz məbədlərinin kahinləri, Alixmahu və Padyamının köməyinə yetişərdilər. Sizin yox. Onda sözündən belə çıxır ki, bizə nə Amun kömək eləyəcək, nə də Amunun kahinləri? Mənim sizin tanrılarınızda hörmətsizlik eləmək qəsdim yoxdur. Amma bir parça daşa ümid bağlayıb kömək gözləmək həqiqətən ağıllı iş deyil.
Axı sən kimsən ki, bizim tanrıları bir parça daş adlandırırsan? Yuzarsifəm. Yuzarsif. Putifarın xidmətçisi. Həmin o... Züleyxanın macerası. Sizin nicatınız üçün daha qüdrətli Allaha ehtiyacımız var. Bu tanrıların əlindən heç nə gəlməz. Qalxın. Qalxın, hazır olun. Daş mədəninə gedirik. Sıraya durun. Onları bağlayın. Tələsin. Gedəndə çox nigaran idi. Deyirdi ki, xoşa gəlməz hadisə ola bilər. İndiyə qədər ondan bir soraq ala bilmisiniz? Hər yeri axtarmışam, heç yerdə yoxdur. Onu gördüm deyən olmadı. Qohumların evindən başqa bir yerimiz yoxdur. Amma onlar da heç nə bilmir. Nigaran qalmayın. Əgər onu tapsaq, sizə mütləq xəbər eləyərik. Niyə ondan xəbəriniz yoxdur? Bura onun evi deyil. Mən elə bilirdim ki, sizin ondan xəbəriniz olar, cənab Padyamun. Çünki axır günlərdə sizdən və cənab Alixmahudan danışırdı. Məsələn, nə deyirdi? Nə bilim. Deyirdi ki, bu yaxınlarda mühüm bir hadisə olacaq. Deyirdi ki, ondan sonra vəziyyətimiz daha da yaxşılaşacaq. Necə fikirləşirsiniz? O harda ola bilər? Mən bilmirəm. Mən bilmirəm. Ümid eləyirdim ki, məbədin böyüklərinin ondan xəbər olar. Bəlkə onun başına bir iş gəlib, bəlkə bir bəlaya düşüb. Yox, siz nigaran olmayın. Sizə arxayın eləyirəm ki, ona heç bir şey olmayıb. Əgər başına bir iş gəlsəydi, hamımız xəbərdar olardıq.